Məhsulun, yəni yağların keyfiyyətini göstərən iki əsas göstərici var. Keyfiyyətini daha doğrusu təsdiq edən iki əsas göstərici var. Birinci növbədə məhsulun yerləşdiyi ölkə və zavod. Yəni burada nəyə fikir vermək lazımdır? Zavodla, zavodun adı ilə, şirkətin adı ilə məhsulun adı üst-üstə düşməlidir. İkincidəki məhsulun keyfiyyətini təsdiq edən keyfiyyət sənədləri. Biz ona sertifikatlar deyirik. Bir dənə yaxınlaş. Yaxınlaş bax. Yaxınlaş. Keçirik atlanticloops.com səhifəsinə, rəsmi səhifəyə. Rəsmi səhifənin ən aşağısında dediyimiz kimi ən aşağıda olur ünvanı, görürsünüz nömrə, ünvan, deməli mail adresi və burada ən maraqlı bir şey göstərəcəm. Hansı biz keyfiyyətdən danışırıq. Burada istənilən bir səhifədə bu olmalıdır. Sertifikasiya və təsdiqlər bölməsi var. Approval. Certification and approval. Bura daxil oluruq. Görün nə qədər sertifikatı var. Və bunların hərəsi, məsəl üçün API sənədinə baxaq. PDF-in üstünə basırıq, açılır. Görün nə qədərdir. Bu bir şey xatırladım. Lisenziya nömrəsi iləndir. Tarixi, Atlantikin adı, görün, ISO sertifikatı. Məsəl üçün girirsiniz, görün tarixi, filanı, hər şeyi. Rəsmi sənədlərdir bunlar. Görürsünüz, rəsmi sənəddir bu Mercedes-in. Görürsünüz, imza ilə, peçatla. Yəni bu sertifikatlardır. Görün nə qədər Porsche sənədləri var, baxın. Bax, sözlə yox, rəsmi sənəd bu cür olur. Zavoduna keçirik indi. Onun üçün giririk Google Earth-ə, yəni Google Planetə, giririk bura, girdik. Burada yazılıq, məsəl üçün, məsələn, yazırıq Atlantik, Atlantik adını da buraya yazırıq. Atlantik, məsəl üçün, lubrikant yazılır, lubrikant. Görürsünüz, gör hara gəl, adını diqqətlə oxuyun. Atlantic Grace and Lubricants. Görürsünüz, bax, bu zavodun ərazisidir. Görün nə boyda zavoddur. Çənləri, ambarları, həyatında istehsalatı yəni göstərən şərtlər var da. Yəni belə deməklə deyil ki, əsas bizim üçün meyar odur ki, Atlantik adı var burada. Atlantikin adı ilə zavodun adı eynidir. Görürsünüz? Fikir verin, böyüdürəm xəritəni. Görürsünüz, şarj adı bura. Burada Dubaydır. Görürsünüz, Dubayın kənarında. Tövsiyə edirik ki, istənilən bir yağın zavodu varmı, yoxmu, bilmək istəyirsinizsə, o adlı zavod varsa, sadəcə olaraq kartada yazın, baxın. Xəritədə yazın. Qoy xəritədə siz onu qırmızı ilə, belə qırmızı ilə ünvanını göstərsin. Vəssalam, bu qədər. Sağ olun.